Dərmanın müalicəvi effekti olduğu kimi yan təsirləri də var. Xəstə müalicə etməyin də, həkim olmağın da müəyyən yan təsirləri olur. Yan təsirləri yüngülləşdirən bir şey varmı? Başqa sözlə desək, gündəlik stresi necə çıxardırsınız? Axırdan başlayaq. Yəni ki, deyirlər stres, heç vaxt o stres çıxmır. Neçə ki, xəstə evinə sağ-salamat getmir. Gedir, çatır, qapıdan, xəstəxanadan çıxır və onda bilirsən ki, artıq sən yaxşı yoldasan, düz yoldasan. Yəni onda sənin o stresini qurtaracaq. Bəzən biz görünüşcə göstəririk ki, bizdə heç bir stresimiz yoxdur, özümüzü sakit aparırıq. Əgər siz fikirləşin ki, xəstə və xəstənin adamları qədər də biz də o stresə girib, biz hayküy salsaq, onda xəstənin axırı nə ola bilər? Yəni biz soyuq başlar hər şeyə yanaşmalıyıq və yanaşılmış soyuq başla, soyuq ağılla və xəstənin düzgün vaxtında müalicə etməyə çalışmalıyıq. Çalışırıq da. Qaldı o yan təsirlər. Əlbəttə ki, yan təsirlər həmişə var, həmişə olub, həmişə də olacaq. Yəni ondan heç kəs sığortalanmayıbdır. Amma çalışırıq ki, biz yenə də o yan təsirlərdən bir qədər yan keçək.